Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu və sələm alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi ecməin. Əmmə bə'd. Biz Əl-Əqidətül Vasitiyyə kitabını davam edirik. Müəllif rəhməhullah deyir ki: "Thumma rusuluhu sadiquna musaddaqun. Bi xilafillezine yekuluna aleyhi ma la ya'lemun." Sonra burada Əhl-Sünnə və Cemaatın etiqadından danışdı və sonra Allah Subhanahu taala özünü nə ilə vəsf edibsə də, özü və Rasulullah nə ilə vəsf edibsə də, adlar, sifətlər, bunlardan danışdı. Sonra özünü e, ən gözəl bilənidir və özündən başqasını da ən doğru danışan, ən gözəl danışandır Allah Subhanahu taala. Və sonra deyir ki, sonra onun rəsulları sadiqdirlər və təsdiqlənəndirlər. O kəslərə əks olaraq ki, hansılar ki Allahın adından ilimsiz danışırlar. Şeyx Zeyd Mədxəli Rəhməllah şərhdə deyir ki, sonra Allahın rəsulları, onlar doğru danışanlardılar. Həmçində onlar təsdiqlənəndirlər. Yəni iman gətirənlər onların dediyini təsdiqləyir. Yəni bu cümlə Allahın Rəsulü sallallahu əleyhi və səlləm, Allah Subhanahu taalanın rəsullarının, kiram rəsullarının, əzəmətli nəbilərinin bəyanı vardı ki, onlar onlara kərim vəhyini çatdırmaqda hər bir şeyində doğrudular. Yəni onlar vəhyini olduğu kimi çatdırıblar. Və həmçinin iman gətirənlər, onun risaləsinə iman gətirənlər, onun dəvətinə cavab verənlər, onlar rəsulları təsdiqləyirlər. Allahın adından elimsiz danışmırlar. Heç biri onların öz nəfsindən heç nə deməyibdir. Onlar yalnız Allah onlara nəyi vəhy edibsə də, onu təbliğ ediblər. Yəni Allah təala vəhy edib və onlara əmr edib ki, onu təbliğ eləsinlər. Allah Subhanahu taala bi şəhadətillahi təbarək və təala lehum və nasrihi. Yəni Allah təala şahidliyi ilə onlara olan şahidliyi, onlara olan köməyi, onların düşmənlərinə qarşı onların düşmənlərindən Allah təala intiqam alması, hansılar ki, rəsullar nə ilə gəlibsə də, həmin o düşmənlər nə ediblər? Rəsulların sözlərini və dəvətini yalanlayıblar. Hətta əməllərini belə. Necə ki, Quran-ı Kərimdə bu qissələr çox keçir. Bunun kimi qissələr çoxdur. O vaxt ki, Nuhun qövmü rəsulları yalanladı. Allah Subhanahu taala onları tufanla həlak elədi. O vaxt ki, Hudun qövmü Hudu yalanladı. Allah taala onları həlak elədi. O nə ilə həlak elədi? Yəni onların üzərinə göydən daş indi. Daş yağdı. فَلَمَّا رَأَوْهُ عَارِضًا مُسْتَقْبِلَ أَوْدِيَتِهِمْ. Onlar buludu görəndə, onların vadisinə gələndə dedilər ki, "Hədə aridun mumtiruna." Bu bizim bu buluddur ki, gəlib bizə yağış endirəcəkdir. "Bəl huve mestəceltum bi." Əksinə o sizin tələsdiyiniz şeydir. "Rihun fihi azabun alim." Yəni şiddətli, bizə külək gələndə özündən buludlar gətirirlər. O küləkdir ki, orada nədir? Ağrıdıcı əzab vardır. Əhləkəhumullahu vahidul qahhar bir-rih. Küləklə onları nədir? Həlak elədi. Həmçinin Ad barəsində deyir: "Əmmə Ad fəuhliku birihin sarsarin atiyə." Yəni Adı da Allah Subhanahu taala nə ilə həlak eləmişdi? Şiddətli küləklə. Allah Subhanahu taala onun küləyin şiddəti barəsində, gücü barəsində xəbər verəndə deyir ki, "Tudəmmiru kullə şeyin bi əmri Rabbihə." Öz Rəbbinin əmri ilə hər bir şeyi darmadağın edir. Budur. Allah Subhanahu taala öz rəsullarının hamısına, düşmənlərinə qarşı beləncə köməklik edir. Rəsullar sadiqlərdirlər. Vacibdir ki, onlar təsdiqlənsin. Onların dəvətinə cavab verən kəslər tərəfindən, onların risaləsinə iman gətirən kəslər tərəfindən təsdiqlənirlər. Kim rəsullara göndərilmişlərə, yəni rəsullara itaət eləsə, artıq göndərənə itaət eləmiş olur. El-Mursil, yəni Allaha itaət eləmiş olur. Allah Subhanahu taala göndərəndir, El-Mursildir
Və rusuluhumul mursalun. Rəsullar isə onlar göndərilmişlərdir. Onlara olan itayət Allaha olan itayətdir. Onlara olan asilik Allaha olan asilikdir. Və bu asilik geci və tezi əzabı vacib edir insana. Rəsullar bilərəkdən xatalara düşməkdən məsumdurlar. Heç vaxt bilərəkdən xataya düşməzlər. İnsanlara hər şeyi təbliğ edirlər haqqı ilə və doğru olaraq, şək olmayaraq. Yəni, olduğu kimi hər bir şey insanlara təbliğ edilir. Bəl fihil həyətud tayyibətul mübarəkə. Yəni, onlar təbliğ elədiyi hər bir şeydə mübarək, gözəl bir həyat vardır. Yəni, tez və gec olan cəzalardan uzaqlaşmaq vardır. Rasulun cəmi edilinizi qabaqda keçmişdir. Kimdir Rasul? Azad, əqilli Adəm oğlundan olan bir kişidir. Allah Teala onu seçir, öz risaləsi ilə insanlara Allah Teala ona vəhy elədiyi şeyi təbliğ edir. Rasul. Onlara iman etmək imanın 6 rukunundan olan bir rukundur. Hansı ki, onsuz iman həmin rukunlarından biri olmasa, onlardan bir rəsullara imandır. Onsuz iman tamamlanmır. Kim bir rəsulu yalanlayarsa, artıq bütün rəsulları yalanlamış olur. Yəni, bax ki, bütün rəsulları yalanlasa da və yaxud da bir rəsulu yalanlasa da insan, o insan kafirdir, İslamdan, millətdən, dindən çıxmış küfürlə kafir olur. Baxmayaraq ki, ondan öncə cümləsi müsəlmanların cümləsində olubdur. Amma yalanlaması ilə nədir? İslamdan çıxır. Allah subhanahu ta'ala onları göndəribdir, onlara kömək edir, onlara öz möcüzələri ilə, Allah Teala möcüzələrlə kömək edir. Məsələn, kitablar nazil etməsi ilə onlara nədir? Kömək edir. Baxmayaraq ki, bəzi vaxtlarda İngilvari Allah Teala onlara imtahan etsə də belə, onların dərəcəsini qaldırmaq üçün edir bunu. Görsən, rəsullar imtahan olunurlar. Yəni, Allah Teala yanında onların öz nədir? Dərəcələri vardır ki, bu bəlalarla o mənzillərə çatırlar. Rəsullar insanların Allah Teala tərəfindən insanların imtahan olunan insanların ən şiddətlisidir imtahan olunmaqda Allah Teala tərəfindən imtahan olunurlar. İnsanların ən şiddətlisidirlər. Yəni ki, onlar daha şiddətli imtahan olunurlar. Ki, onların Allah Subhanahu taala onlara verdiyi o imanın gücü səbəbilə. Yəni, onlara verdiyi imana görə necə ki, səhih hədisdə gəlmişdi ki, əşəddun nəsi bələən əl-ənbiyə. Yəni, insanların bəlada ən şiddətli olanı peyğəmbərlərdir. Thummal əmsəl, fəl-əmsəl. Sonra o mislində olan, sonra o mislində olan. Yəni, ən şiddətli imtihan olunanlar peyğəmbərlərdir, sonra onların mislində olanlardır. Əl-əqva imanən fəl-əqva. Nə qədərmiş iman güclüdür, o qədər. Bir kəs dininin miqdarına görə imtihan olur. Əgər dinində möhkəmdirsə də imtihanı artar. Əgər dinində yumuşaqdırsa da, dinin miqdarı qədər imtihan olunur. Onda rəsullar Allah Teala onlara elədiyi vəhyini xəbər verməkdə sadiqdirlər, doğrudurlar. Onu yer üzündə olan ümmətlərə çatdırıblar, artırmadan, naqisləşdirmədən. Onlar hamısı yer üzündə olan ümmətlərə bunu təbliğ ediblər. Artırmadan, naqisləşdirmədən onların bu əmanətidir. Onların bu qoruması ilə liəmənətihim və asmatihim. Allahu asamahum. Allah Teala onları bilərəkdən xataya düşməkdən qoruyubdur. Onları Allahın onlara əmr elədiyi şeyi təbliğ eləməkdə, təksir eləməkdən qoruyubdur. Onlar əziyyət çəkdikləri şeydə səbr ediblər. Yalanlanıblar, onları yalanlayıblar. Yəni, hətta Allahın köməyi gələnə kimi. Onlar musaddaqun, yəni Allah Teala onlara kömək edibdir, onları təsdiq edəcək şeylərlə. Yəni, Allahın mömin qulları onları təsdiqləyibdir.
hansılar ki Allah və onun rəsullarına cavab veriblər, çağırışlarına yəni cavab veriblər. Kimdə onlar? Müsəlmanlara nümunə olanlardır, möminlərin nümunə olanlarıdır. Mömin qadın kişilərin, mömin qadınların vacibdir ki, onları əqidədə, ibadət şüarlarında, müamilələrdə, əxlaqda, üslubda, yəni sülukda onları özümüzə nümunə götürək. Mömin kişilər də, qadınlar da lazımdır ki, bu kəsləri özlərinə nümunə götürsünlər. Yəni elm və əməl bölümlərinin hər bir bölümündə. El-iqtidau bir-rusul ellezine şehidallahu lehum bis-sidq vel-emaneti vel-asmati ven-nushi lil-halqi kema qassallahu zalika anhum fil-Quran. Rəsullara iqtida eləmək, hansı ki Allah Teala onlara doğruluğu, əmanəti, qorunmağı, yaradılmışlara nəsihət eləməklə şahidlik eləmişdi. Quranda da onlar barəsində bu qissə keçir. وَلَا يُقْتَدَ بِهِ بِمَنْ خَلَفَ الْمُرْسَلِينَ. Yəni rəsullara müxalif olan kəslər heç vaxt nədir? Nümunə götürülməz. Sonra burada deyir ki, qavlul müəllif rəhməhullah deyir ki, rəsullar barəsində danışanda ki, sadiqun və musaddaqun. Sonra deyir ki, bixilafillezine yequlun alayhi ma la ya'lamun. Yəni bunlar o kəslərə əksdirlər ki, hansılar ki Allahın adından elmsiz danışırlar. Yəni onlar azğınlıq xəstəliyinə düşüblər. Yəni şəriət dəlilləri bunu bildirir. Fəyədxulu fihim bidərəcəti uləl müşrikin. Yəni bu şeyə daxil olanlar birinci Allahın adından yalan danışanlar, birinci bura daxil olanlar müşriklərdir. Çünki onlar Allahın adından elmsiz danışıblar. Allah Teala'nın o şeyə dəlil nazil eləmədiyi şeyi deyiblər. Məsələn, bütlərə ibadət edənlər, avsan, asnam, avthan, Yahudilərdən olan, xristiyanlardan olan, bunlardan başqaları, hansı ki, minəl və nihəl əhlindən ki, İslam millətinə müxalif olan kəslər. Və min cümlətin mən yəqulunə aləllahi mə lə ya'ləmun əlləzinə xaləfu əhl-i sünnət və cəmaət fi bəbil ətiqad. Yəni, onlar Allahın adından elmsiz danışırlar, əhl-i sünnəyə müxalif olurlar etiqad bölümündə. Əksinə, şəriət elminin hər bir bölümlərində müxalif olurlar. Fəyədxulu fi zəlikə. Bura daxil olanlar kimlərdir? El-cəhmiyyətul muattilə. Cəhmiyyələr. El-mu'tazilətul muattilə. Muattilələr. Və bunlardan başqa olan haqq yoldan, savabdan azan kəslərdir. Hansılar ki, Əhl-i-Sünnə və Cəmaət sələf salih və onlara tabi olanlar qiyamət gününə kimi bu yolu gediblər. Amma bu azmışlar, neyindiklər, bunların yoluna müxalif olublar. Nə qədəmdir həlak olmuş tayfalar vardı ki, onlar yəni necə tanınıblar, biliniblər, kitablar oxumaqla tətəbbə və istiqra, yəni bunlar tanınıb, bilinibdir ki, alimlər bu azmış tayfaları zikr edəndə əl-ittihadiyyə vəl-hululiyyə. Hululiyyə kimlərdir? Allah məsəl üçün şərəfli nəfslərdə həllin olub. Məsələn, İsa'da və yaxud da sufilər deyir ki, filan avliyada məsəl üçün də. İttihadiyyə odur ki, yəni Allah hər şeydir. Əuzubillah. Mufavvidə vəl-vaqifə, thumməl-əşairə vəl-məturudiyyə vəl-kullabiyyə. Bundan başqa olan azmış firqələr vardır ki, onlar möminlərin yolundan getməyiblər ad və sifətləri bölümündə. Möminlərin yolundan getməyiblər və Allahın adlarında, sifətlərində, feillərində olan bölümdə kənara çıxıblar möminlərin yolundan. Və fi kəsirin min əbvabil ilm. Elmin çox qaplarından nədir? Onlar kənara çıxıblar. Əhl-i-Sünnə cəmaətə müxalif olublar. Bu vaxt ki, biz oxuyuruq, öyrənirik. Bu mənhəc, bidətçilərin mənhəcini baxdıqda, onları təkrarən baxdıqda, onlardan çəkinirik, bilirik ki, onlardan çəkinmək lazımdır və insanları onlardan çəkindiririk. Və Əhl-i-Sünnə və Cəmaətin sələf-i salihin mənhəcindən tuturuq. Çünki onlar, Əhl-i-Sünnə və Cəmaət hər şeyi elmlə deyirlər.
Amma kim ki onlara müxalif olubdur, elmsiz deyibdir. Allahın adından yalan danışıblar. Bu da en büyük günahdır. Allah Tebarek ve Teala Kur'an-ı Kerim'de zikredir ki وَاَنَّهُ اَعْظَمُ ذَنْبًا مِنَ الشِّرْكِ بِاللّٰهِ Allah'ın adından yalan danışmağı şirkten de büyük günah kimi adlandırır Kur'an'da Allah Teala. Ne diyor Allah Teala? قُلْ اِنَّمَا حَرَّمَ رَبِّيَ الْفَوَاحِشَ مَا ظَهَرَ مِنْهَا وَمَا بَطَنَ والإثم والبغي بغير الحق وأن تشركوا بالله ما لم ينزل به سلطانا وأن تقولوا على الله ما لا تعلمون. De ki Rabbim fahiş olan, zahirde ve batinde fahiş olan, günah olan, haksız yere zulümü ve Allah'a şərik qoşmağı, hansı ki ona nazil etməkdir heç bir dəlil o şeyə və Allahın adından bilmədiyinizi danışmağı deməyi haram edibdir. Şöyle deyir. وَاَنْ تُشْرِكُوا بِاللّٰهِ مَا لَمْ يُنَزِّلْ بِهِ سُلْطَانًا وَاَنْ تَقُولُوا عَلَى اللّٰهِ مَا لَا تَعْلَمُونَ. Subhanallah. Yani bu Allah'ın adından yalan danışmağı hatta burada ayette görsənir ki, şirkten de büyük kimi görsənir. فَالْاِثْمُ الْأَخِيرُ وَذَنْبُ الْأَخِيرُ اَعْظَمُ مِمَّ سَبَقَ. Yani günahın da en ahırıntısıdır. Yani isimde, zəmdə ikisi bir mənadadır. اَعْظَمُ مِمَّ سَبَقَ. وَاَنْ تَقُولُوا عَلَى اللّٰهِ مَا لَا تَعْلَمُونَ. Bundan da en büyüğü nedir? Sen Allah'ın adından yalan danışmağındır. Allah Subhanahu Teala bu sözü daha da təkid ederek deyir ki: "Və la taqfu ma leysa laka bihi ilm." Elimin olmadığı bir şeyin dalınca düşmə. İnne's-sem'a vel-basara vel-fuada kullu ulaika kana anhu mes'ula. Kulaqda, gözdə, ürəkdə bunların hər biri soruşulacaqdır. Yəni sən Allahın dinində elmsiz bir söz deməksən. Yəni burada görsən hər bir kəsi əhatə edir. Bir əhli bidəni də özündə daşıyır bu söz. Hansı ki Allah'ın adından elimsiz danışıblar və onlar böyük cərimələr ediblər. Həmçinin şirk və küfür, ilhad əhli də bura daxildir. Və fihi təhzirun li əhlil haqq. Burada haqq əhlini də çəkindirmək vardır ki, hansı ki bir şeyi Allah'a kimsə nisbət eləsə və yaxud da onu Rasuluna nisbət eləsə, əgər onların dəlili olmazsa da, hətta o kəslərə də aiddir ki, yəni belə bir şey eləmək olmaz. Allah Teala həqiqətən demişti ki, və onun Resulü sallallahu aleyhi ve sellem demişti ki, dediği şey فَلَبُدَّ مِنَ التَّمْيِيزِ حَتَّى لَا تُنْسَبْ اَيُّهَا الْمُسْلِمِ. Yani Allah'ın sözünü ve onun Resulünün sözünü lazım ki ayırabilesin. Yani hatta ey Müslüman bir şeyin şəri hükmünü deyib Allah'a nispət eləməyəsən. Özündən bir şəri hüküm deyib. Bu vacibdir, bu fərzdir və yaxud da buna oxşar bir şeydir, müstəhəbdir, bu haramdır. Bunu yalnız bilsən ki, Allah Teala Kur'an-ı Kerimdə deyibdir, Muhammed sallallahu aleyhi ve sellem öz pak sünnəsində deyibdir, bundan sonra deyə bilərsən. Hətta bir insanın əgər hədisdə şəkki vardırsa da, yəni insanlara onu qissə eləməsin. Hətta onun hədisin səhihliyini nədir təkidləşdirsin. Yəni bu vara bölümündəndir, yəni təqva bölümündəndir ki, qorxu. Hansı ki vacibdir ki, hər bir elm tələbəsi bu şeyi götürsün, əl-varanı. Yəni qorxsun. Ki, bu barədə hədis sabit olmuşdur ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, "Mən kəzibə aleyyə mutəammidən." Kim mənim adımdan bilərəkdən yalan danışsa, "Fəliyətəbəvvə məq'adahu minən-nar." Yəni öz yerini cəhənnəmdə neyləsin? Hazırlasın. Yəni burada şiddətli qadağa vardır, şiddətli əzab vardır ki, bir insan neynəməsin? Cürət edib asanlıqla Allahın Resulü sallallahu aleyhi ve sellem adından nəsə danışmasın. Yəni elimsiz olaraq bir söz deməsin. Gələn səfər davam edərik. Allah Taala'dan istəyirəm ki, bizlərə faydalı eləsin.